Bölmə 4, dinləmə mətni 1. Hər bir dövlətin gerbi, bayrağı, himni var. Onlar dövlətin rəmzləri adlanır. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının bayrağı, gerbi və himnidir. Dövlət bayrağımız bərabər eni olan 3 üfüqi, mavi, qırmızı, yaşıl zolaqdan ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə 8 güşəli ulduz təsvir edilmişdir. Dövlət gerbimiz palıd budaqlarından və sümbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə 8 güşəli ulduz, ulduzun mərkəzində alov vardır. Dövlət himnimiz Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Dövlət rəmzlərini qorumaq, onları sevmək hər bir Azərbaycan vətəndaşının borcudur. Müstəqilliyimizin göstəricisi olan bu rəmzlər uğrunda minlərlə soydaşımız canını qurban vermiş, şəhid olmuşdur. Ona görə də qürur mənbəyimiz olan dövlət rəmzlərini həmişə uca tutmalıyıq. Bundan başqa dövlətin əlamətləri də vardır. Azərbaycanımızın prezidenti, ordusu, milli pulu və paytaxtı var. Bütün bunlar dövlətin əlamətləridir.